Salamünaleyküm. Hər vaxtınız xeyir olsun. Növbəti parking dərslərimizdən çəkiliş edirik. Bugün biraz fərq eləmək istədim çəkilişimi. Bu nə demək? Tələbəmizə demişik ki, 3 dənə yan-bayan eyni yan parkovkanı daxil olub birinciyə, sonra çıxardıb maşını ikinciyə, dalbadal üçüncüyə. Və bununla göstərmək istəyirik ki, baxın özünüzdə, xəttlərə, ara məsafələrə, birinciyə daxil olub çıxdı tələbəmiz bu arada. İndi yanındakı ikinciyə daxil edəcək. Bununla göstərmək istəyirik ki, biz, baxın, bu məşqlərimizin nəticəsidir ki, burada bir montaj yox, bir şey yox. Baxın, necə mükəmməl şəkildə tələbələrimiz bunu icra edir. Bir daha molların birindəyik və bildiyiniz kimi bir daha deyirəm, mollarda olan bu ara məsafələr çox dardır. Amma tələbəmiz görürsünüz ki, maşallah olsun ki, çox yüksək səviyyədə və ideal şəkildə parking yerinə yetirir. Baxın, bu ikinci ara oldu. İndi maşınımızı çıxardıb üçüncüyə daxil edəcəyik. Bununla bu tələbəmizlə üçüncü dərsimizdir, parking dərsi. Mükəmməl şəkildə öyrənmək istəyiriksə, birə-bir müəllim deyənləri eləməliyik və nəticə göz qabağında. Baxın. Bu da üçüncü araya daxil olacaq, ikisinə daxil olub çıxmışıq. Bu da axırıncı, üçüncü aradır ki, dalbadal tələbə dayanmadan maşını parking yerinə, təyin olunan yerə daxil edib çıxartdı və bu üçüncüdə də, bu da axırıncı. Bundan sonra neçə dəfə istəsöz maşını çıxardıb salsaq o parking yerinə eyni qaydada, eyni şəkildə olacaq.